Bəli. 128, 129. Bunlar da test üçün yaxşı suallar deyil. Yenə də öyrədəcəm. Burada məntiq nədir? Bunları təbii ki, orta məxrəcə gətirməklə deyil. Biz burada nədən istifadə edirik? Müəllimlər, mən ümumi sizin ümumi anlayış verirəm. Deməli, 1 böl n vur n plus Ayrı 1, bir də n plus 2 olanda çox üsulla yazmaq olar. Bu üsula xoşum gəlir. Diqqət yetirin. 2 götürəcəm. 1 bölünsün n vur n plus 1-dən. 1 bölünsün n plus 1 vurulsun n plus 2. Bax, bayaqki kimi oxşar yaradıram. Teleskopik deyirlər buna. Oxşar yaradıram. İndi sən bunu orta məxrəci gətirsən, sürətdə n plus 2 burada da n eləyir. N'lər gedir, qalır 2. Amma sürətdə 2 yoxdur axı. Bu bayaqki artım söhbəti. Yəni bununla bunun artımına bax. Yoxdur axı. Sürətdə 2 olmadığına görə 2-yə bölürəm. Da indi doğru bərabərlik oldu. Yəni, baxın, 1 böl 8 vur 9 vur 10-u n-siz indi yazıram. 1 böl 8 vur 9 çıxılsın 9 vur 10 yazsın. Sürətdə olacaq 10 çıx 8. O da eləyəcək 2. 2 də sürətdə yoxdur. O 2-yə nə eləyəcəm? Böləcəm. Anladınız? Bəli. İndi bunlara baxanda, deməli 1 böl 2-ni çölə çıxardırıq. Birinci olur 1 böl 1 vur 2, çıx 1 böl 2 vur 3. Bu olur, cüt götürürsən də 1 böl 2 vur 3, çıx 1 böl 3 vur 4. Bu şəkildə gedir. 1 böl 8 vur 9, çıxılsın 1 böl 9 vur 10. Naxçıvari nələr islah gedəcək? Bu. Yenə də birincidən balacası, o deyilir 1 böl 2, axırıncıdan da böyük. Bunu hesaplayarsınız. Aydındır. Deməli, necə götürdüm? Belə və belə. Miqə giriş. İndi buna baxaq. Deməli, 3 ortaqdır. 2-dəki artım edir. Deməli, bu olacaq 1 böl 1 vur 2, çıxılsın 1 böl 2 vur 3. Plus 1 böl 2 vur 3, çıxılsın 1 böl 3 vur 4. Sonra plus nə qalacaq burada? 1 böl 13 vur 14, çıxılsın 14 vur 15. 2-də 1 çıxılsın 14 vur 5. 70'də 1. Birincidən balacası, axırıncıdan da böyüyü. 15'də hə. Baxın müəllimlər, bu qayda deyil də, nə mənə də qayda deyil. Hardan alındığını biləndə adam bunlarda qorxmur. Hələ bunu mən indi 4 dənəsini də yazaram. Baxın, bunu da yazaram. Biraz ədədi böyüdürəm. Bax, 3 vur, 4 vur, 5 vur, 6. Deməli, mən bunu belə yazacağım. 1 böl 3 vur, 4 vur, 5. Çıxılsın 1 böl 4 vur, 5 vur, 6. İndi ortağı nədir bunlarda? 4, 5. Sürətdə nə olacaq? 6 çıx 3. 3 yoxdur. O 3-ə nə edəcəm? Böləcəm. 3 qalacaq. O, 3-ün 6 qalacaq. Belə götürdüm. Gördünüz? 3-də 1 çıx 6-da 1. Nəyi? Mən deyirəm, belə misallar verilsə. 4 dənə üçün də öyrədirəm də sizə. 4 dənə də ilk 3-ü, son 3-ü. Elə götürəcəksiniz. İndi burada nə deyir? Baxaq. Deməli, 1 plus 5 böl 9 çıx 7.